Ramazan ayında verilən çoxsaylı suallardan biri də budur ki, insan yuxuda ehtilam olarsa, oyananda orucunu davam etməlidir, yoxsa onun orucu pozulmuş sayılır? Bu barədə çox soruşurlar. Deməli, əziz qardaşlar, məsələ nə yerdədir? Ramazan ayının gündüzü insan yatıb oruclu halda və öz ixtiyarı olmadan yuxuda ehtilam olubsa, ondan məni çıxıbsa, şəhvət səbəbilə yuxuda nəsə görüb, düzdür, ehtilam olub. Əl-mühim ondan məni çıxıb. Oyanıb ki, artıq ehtilam olub. Belə halda orucunu davam edir, yoxsa orucu pozulmuş sayılır? Cavab budur ki, o insan orucunu davam edir. Çünki qeyri-ixtiyari olub. Öz ixtiyarı olmadan bu baş verib, yuxuda olub. Ona görə orucunu davam edir. İmam Nəvavi rahimehullah bu barədə alimlərin icmasını nəql edir ki, o insan orucunu davam edir və İmam İbn Qudamə rahimehullah deyir ki, alimlərin icmasına görə oruc ifsad olmur. Yəni oruca xələl gəlmir. Elhamdülillah. Qeyri-ixtiyari olduğu üçün. Sualın cavabı bu idi. Allah daha doğrusunu bilir.